Sabirabad rayonunun Həşimxanlı kəntindən olan Mirzəyevlər ailəsi qəzalı evdə yaşayır. Zəlzələ nəticəsində ailənin yaşadığı ev ciddi zərər görüb və yararsız vəziyyətə düşüb. İndi 6 nəfərdən ibarət ailə təhlükəli şəraitdə yaşamağa məcburdur. Ailənin başçısı Alik Mirzəyev deyir ki, məsələ ilə bağlı müraciət etdiyi qurumların heç birindən müsbət cavab ala bilmir. Yağış yağdan nə çölə yağış yağmış, nə yağış hamısı bura ləyəzət quyruq yağır. Ata, ana və 4 uşaq bu evdə təhlükəli şəraitdə yaşayır. Keçən il olan zəlzələ vaxtında bu ev bu hala düşüb. Yağış, qar, nə yağış hamısı evin içindədir. Vəziyyətimiz bu azınacaqlı vəziyyətdə yaşayırıq, qorxulur, həyat dərsidir. Ailənin başçısı Alik Mirzəyev təhlükənin aradan qaldırılması məqsədi ilə dəfələrlə Sabirabad rayon icra hakimiyyətinə müraciət edib. Lakin Gəlib, heç kim gəlib bax keçmir mənim, heç yaşamaq belə qorxuldu. Bir dənə yağışda, bir dənə tufanda belə indi çörək əsir elə biləm ki, ürəyimdə əsir halda bir dəqiqə gəndə söküb düzəcək yer. Evin sığortalanmaması səbəbindən ailəyə heç bir kompensasiya ödənilməyib. 1962-ci ildə inşa olunan ev Alik Mirzəyevin atasından onlara miras qalıb. Sığorta olunması üçün evin çıxarış sənədi tələb edilsə də, onun əldə olunması 2000 manata qədər vəsait tələb edir. Ailənin isə bu məbləği ödəməyə maddi imkanı yoxdur. Hamısı deyir ki, evin gərək kutsası olsun. Bu evdə yaşayanlardan da rəhmətə gedəni var. Onların ölüm kağızını yığmaq, 2200 manat pul eləyir, 2200 manatım olsaydı gedib bir dənə balaca koma tikərdim. Tabi niyə kim ora bırak? Məsələdən kəndin ərazi nümayəndələri də xəbərdardır. Vətəndaşın problemi ilə bağlı məlumatımız var. Uşaqları xəstədir, evləri köhnədir. Köhnə olduğu üçün də sığortaya yararsızdır. Yəni köhnə evlərin sığorta olması biraz çətindir. Ona görə də sığorta olmağı mümkün deyil. Müraciət eləsə də sığortanı qəbul eləmirlər. Çiy kərpicdən olduğu üçün qəbul eləmirlər. İcra hakimiyyətinin məlumatı var ki, bu uşaq həm evi köhnə vəziyyətdədir, həm də ki, uşaqları xəstədir. Məsələ ilə bağlı rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov isə bildirdi ki, icra hakimiyyətinə ev tikintisi və təmiri üçün vəsait ayrılmayıb. Sözü gedən evlə bağlı heç bir köməkliyin göstərilməsi mümkün deyil. Qeyd edək ki, ailədə olan 4 uşaqdan ikisi epilepsiya, biri isə asma xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl uşaqlara verilən pensiya dayandırılıb. Ailənin gündəlik qazancı isə əsasən uşaqların müalicəsinə sərf olunur. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV, Sabirabad.